Salam Ağsaqqal. Necəsən, nə olub, niyə fikirlisən? Neyim, nə fikirləşməyim. Benzinin qiymətini qaldırıblar. Nə bilim, zapsatçı qaldırıblar qiymətini. Deyir, yaşama öldü. Mən torpağı qormuşam ki, torpaq üçün canımı qoymuşam, atamı, qardaşımı itmişəm ki, bunlar günü-gündən benzini qaldırsınlar. Hətta bəsinin də bu dərəcədə olmaz axı. Rövqət alıb zabora, torpağın sonucu 80 mindir. Neyniyim, budur. Özüm də deyək, 9. Ukraynada uçuq binada yaşayırım. Uçuq binada yaşayıram orada, yarımcı binada. Bütün bədənimdə hamısı güllə yaratdı. 2 ay ermənin əlində əsir qalmışım. Nədir, budur yaşa. İstəyirəm buram maşını da yandıram. 90 qəpiyə benzin olar. Benzin mən nəyindən alım? Sovetin vaxtında veteranlara zapı veriləndə illik 700 manat pul verirdilər. Məsələn, bu veteran dolansın. Fikirləşmirlər. 143 manat prezident təqaüdü verirsən, amma müğənnilər alır 1500 manat prezident təqaüdü. Bilmirəm, bu Azərbaycan üçün müğənni döyüşür, yoxsa mən döyüşmüşəm. Ay veteranlar, kim üçün döyüşmüşsən? Döyüşmüşsən ki, benzini 90 qəpiyə satsınlar. Bu veteranlar da heç olmasa nəzər alındı. Çöllərdə qalmışıq. 9 yanmış binada qalan, Heydər Meçidinin arxasında qalırlar. Bəs sırrında, bu dərəcədə olmaz axı. Bizi də nəzər alın.